Hər vaxtınız xeyir, hörmətli dinləyicilər və bizi daha sonra Dalğa FM-in YouTube kanalında izləyəcək tamaşaçılar. Efirdə Zəfər yolu verilişidir. Həftənin hər çərşənbə günü 1 saat ərzində Qarabağ və Şərqi Zəngəzurdan danışırıq. Bu istiqamətdə verilişimizin qonaqları ilə müxtəlif müzakirələr aparırıq. Aparıcınız mənəm Şəlalə Ağaşirnova. Bugünkü verilişimizin qonağı isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Mətin Məmmədlidir. Salam Mətin bəy, xoş gəlmisiniz. Xoş gördük. Mətin bəy, biz müxtəlif dövlətlər arasında müharibə və münaqişələrin davam etdiyi, ədalətin olmadığı bir dünyada məhz Azərbaycan dövlətinin təşəbbüsü ilə Cənubi Qafqazda sülh artıq bərqərar olub. Prezident İlham Əliyev hətta müsahibələrinin birində vaxtı ilə beynəlxalq hüquqa inandığını və ədalətin bizim məsələmizdə nə vaxtsa bizim məsələmizi həll edəcəyinə inandığını bildirmişdi. Amma zaman göstərdi ki, ədaləti biz özümüz bərpa etməliyik. Etdik də. Qarabağ zəfərindən sonra regionda yaranan yeni geosiyasi reallıqların beynəlxalq ictimaiyyətə qəbul edilməsində Prezident İlham Əliyevin fəaliyyətini necə şərh eləyərsiniz? Təşəkkür edirəm Şəlalə xanım, əvvəla verilişə proqramımıza dəvət etdiyinizə görə. Biz təşəkkür edirik. Konkret olaraq sualınıza bağlı qeyd etmək istərdim ki, Cənab Prezidentin nəinki yeni yaranmış geosiyasi reallıqların beynəlxalq ictimaiyyətə, dünyaya qəbul etdirilməsindəki rolu, eyni zamanda ümumiyyətlə regionda yaranmış yeni geosiyasi reallıqların əsas müəllifi məhz Azərbaycan dövlətidir, bunun başçısıdır. Aha. Və burada da xüsusi olaraq qeyd etmək istərdim ki, məhz Azərbaycan dövlətinin və şəxsən Cənab Prezidentin həyata keçirdiyi düşünülmüş məqsəd yönlü xarici siyasət, diplomatiya nəticəsində biz nəhayət ki, bu regionda son illərdə formalaşmış bu geosiyasi reallıqları dünya birliyinə, daha dəqiq desək, dünyanın bir sıra aparıcı dövlətlərinə qəbul etdirə bildik. Və siz də yəqin ki, yaxşı xatırlayırsınız, 2-ci Qarabağ müharibəsindən sonra təxminən bir neçə il ərzində, 2 il, 3 il ərzində bəzi dünyanın aparıcı dövlətləri, xüsusilə də Qərbin aparıcı dövlətləri Bəli. yeni formalaşmış o geosiyasi reallıqları qəbul etməkdə çətinlik çəkirdilər. Bəli. Və bir qədər əvvəl də qeyd etdiyimiz kimi, məhz Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin milli maraqlara söykənən, əsaslanan prinsipial mövqeyi, prinsipial siyasəti nəticəsində, düşünülmüş diplomatiyası siyasəti nəticəsində nəhayət ki, həmin dövlətlər də, yəni Qərbin xüsusilə də aparıcı dövlətləri nəhayət bu yeni yaranmış geosiyasi reallıqları qəbul etdilər. Aha. Ötən həftə dünyada sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınan Prezident İlham Əliyevə Zayed İnsan Haqları, İnsan Qardaşlığı mükafatı təqdim olundu. İlk olaraq istərdik tam məlumatı olmayanlar üçün bu mükafatın əhəmiyyətini deyəsiz və niyə məhz Prezident İlham Əliyevə bu mükafat təqdim olundu? Şəlalə xanım, əvvəla qısa olaraq bu mükafat nədir və nə vaxt meydana çıxıb məlumat vermək istərdim. Yəni 2019-cu ildə Əl-Azhar Universitetinin böyük imamı ilə Roma Katolik Kilsəsi, yəni Rum papası mərhum Fransisk arasında imzalanmış sənədə əsasən belə bir mükafat meydana çıxıb. Aha. Və bu mükafat əsas məqsədi ilk növbədə ayrı-ayrı siyasi xadimlərə, dövlət xadimlərinə, ictimai xadimlərə onların sülhpərvər fəaliyyətinə görə verilir. Yəni mükafatın məqsədi bundan ibarətdir. Aha. Belə bir beynəlxalq təşəbbüsdür. Azərbaycan prezidentinə də belə bir necə deyirlər, mükafatın verilməsi təsadüfi deyil. Yəni tamamilə qanuna uyğun və məntiqi bir addımdır ki, yəni bu günlərdə, yəni bir neçə gün əvvəl Azərbaycan prezidenti məhz belə bir möhtəbər mükafatla mükafatlandırılıb. Yəni Azərbaycan Cənubi Qafqazda sülh prosesinin əsas müəllifidir. Yəni 2-ci Qarabağ müharibəsindən sonra məhz Azərbaycan təşəbbüsü ilə regionda yeni bir sülh danışıqları, sülh prosesi başladı. Baxmayaraq ki, Azərbaycan qalib dövlət idi, baxmayaraq ki, Azərbaycan 30 ilə yaxın dövr ərzində torpaqlarımız işğal altında qalmışdır və Ermənistan tərəfindən maddi, mənəvi, fiziki, siyasi bir çox ağır zərbələr almışdı. Bütün bunlara baxmayaraq, bu itkilərə baxmayaraq biz yenə də Azərbaycan prezidenti, Azərbaycan dövləti öz sülh əlini Ermənistana uzatdı və
qeyd etdiyimiz kimi məhz bizim təşəbbüsümüzlə Aha. yeni bir danışıqlar prosesi, sülh prosesi başladı. Və təqdirə layiq haldır ki, artıq biz bu prosesin nəticələrini görürük. Artıq necə deyirlər, o sülh prosesi Bəli. hüquqi diplomatik müstəvidə, siyasi müstəvidə yekunlaşmağa doğru gedir. Əlbəttə ki, bu addımları, bu fəaliyyəti Azərbaycan xalqı da dəyərləndirir. Yəni cənab prezidentin regionda dayanıqlı, davamlı sülhün əldə olunması istiqamətində atdığı addımları həm cəmiyyətimiz dəyərləndirir, həm də beynəlxalq ictimaiyyət dəyərləndirir. Bu baxımdan mən bir qədər əvvəl də qeyd etdiyim kimi bu verilən mükafatı təsadüfi hesab etmək olmaz. İndi qısa bir reklam fasiləsinə ayrılaq, daha sonra dialoqumuzu davam etdirəcəyik. Dalğa FM-ə yeni qoşulan dinləyiciləri salamlayırıq. Efirdə Zəfər yol verilişidir. Verilişimizin bugünkü qonağı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Mətin Məmmədlidir. Mətin müəllim, Vaşinqton paraflanması, elə reklamdan öncə sülh müqaviləsindən danışırdıq. Qərbə də biraz toxunduq. İstərdim növbəti sualım da elə həm sülh sazişi, həm də qərbi mövqeyi olsun. Vaşinqton paraflanması və bu prosesə şahidlik eləyən Donald Trumpın şahid qismində iştirakı, Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyası və reallıqları qərb tərəfindən qəbul edilməsi necə təsir göstərdi? Əvvəla İnşallah xanım qeyd etmək istərdim ki, ümumiyyətlə Vaşinqton sammiti Birləşmiş Ştatlar Azərbaycan münasibətlərində bir yeni mərhələ hesab olunmalıdır. Yəni ötən il məlum olduğu kimi 8 avqustunda Azərbaycan lideri və Birləşmiş Ştatlar lideri arasında olduqca vacib razılaşmalar əldə olundu. Sonra üç tərəfli formatda vacib razılaşmalar əldə olundu. Amma ona qədər mən bəzi məqamları burada qeyd etmək istərdim. Buyurun. Ondan ibarətdir ki, Trumpa qədər, yəni Trumpdan əvvəl Biden-Blinken administrasiyası dövründə təəssüf ki, iki ölkə arasında olduqca ciddi problemlər meydana çıxmışdır. Bu problemlərə biz nəzər salmadan, yəni proses necə gəlib çıxıb Trump dövrünə və Trump dövründə belə bir vacib razılaşmalar əldə olunub, mənə elə gəlir ki, yəni birbaşa keçsək natamamlıq yaranır. Ona görə mən xüsusilə Biden-Blinken dövrünə mən qeyd etmək istərdim ki, o zaman yaranan problemlərin əsas səbəbi ondan ibarət idi ki, bir qədər əvvəl də mən qeyd etdim, Birləşmiş Ştatlar yeni yaranmış, yəni Biden administrasiyası yeni yaranmış Cənubi Qafqazda geosiyasi reallıqları qəbul edə bilmirdilər və bu da özünü nədə göstərdi? Yəni mütəmadi olaraq bilirsiniz ki, 2020-2023-cü illər arasında xüsusilə Ermənistan-Azərbaycan şərti sərhədində mütəmadi olaraq təxribatlar baş verirdi, atəşkəs pozuntuları olurdu. Yəni bu hərbi eskalasiya dövrlərində birtərəfli olaraq Azərbaycan ittiham edilir. Yəni keçmiş administrasiya tərəfindən. Eyni zamanda bir müddət hətta keçmiş administrasiya çalışdı ki, ATƏT Minsk qrupunu bərpa eləsin və yəni digər səbəblər də var idi ki, və yaxud 907-ci düzəlişi bilirsiniz ki, 2023-cü sonlarına doğru Biden administrasiyası yenidən qüvvəyə mindirdi. Yəni bütün bunlar əlbəttə ki, iki ölkə arasında problem yaratmaya bilməzdi. Və ondan sonra, yəni Bidendən sonra yeni gələn, hakimiyyətə gələn Trump administrasiyası özünün sələfindən fərqli olaraq siyasət həyata keçirməyə başladı. Daha rasional, daha praqmatik zəmində Azərbaycanla münasibətlər qurmağa çalışdı və sülh prosesinə mane olan deyil, sülh prosesinə töhfə verən addımlar atmağa başladı və təbii ki, bu da bir tərəfdən necə deyirlər, o sülh prosesini də təşviq etdi. Və bir məsələni də mən burada xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycan-Ermənistan arasında sülh danışıqları, sülh prosesi 2023-cü ilin sentyabrından sonra, daha dəqiq isə 2024-cü ilin əvvəllərindən yeni bir müstəviyə daxil oldu və Ermənistan hakimiyyəti tədricən o əvvəlki mövqeyindən, necə deyərlər, əvvəlki mövqeyinə korrektlər etməyə başladı və anladı ki, artıq bu yeni reallıqları ilk əvvəl Ermənistan hakimiyyəti qəbul etməlidir. Və bunun nəticəsində artıq biz ötən ilin yazında artıq hər iki ölkə demək olar ki, sülh müqaviləsi layihəsini birgə razılaşdırdılar. Yəqin ki, siz də yaxşı xatırlayırsınız, ötən ilin iyulunda Əbu-Dabi görüşü keçirildi və bütün bunlar artıq sülh prosesini
sülh prosesində hər iki ölkənin xeyli məsafə qət etdiyinin bir təsdiqi idi. Aha. Və nəhayət təbii ki, Birləşmiş Ştatlar bu prosesin necə deyirlər, prosesə töhfə verən kənar güc mərkəzi kimi çıxış edirdi. Və 8 avqust Vaşinqton sammiti xüsusi qeyd etməliyik və bu sammitdə bir sıra vacib razılaşmalar əldə olundu. O razılaşmalardan da ən mühümlərindən biri məhz üç tərəfli əsasda bəyannamə imzalanması oldu. Yəni Azərbaycan, Ermənistan, Birləşmiş Ştatlar liderlərinin birgə bəyannaməsi oldu. Sülh müqaviləsinin hər iki ölkənin, yəni Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri tərəfindən paraflanması oldu. Aha. Yəni bütün bunlar təbii ki, sülh prosesində olduqca vacib addımlardır və sülh müqaviləsinin imzalanması üçün necə deyirlər, hüquqi, siyasi, diplomatik zəmin yaratdı. Və Birləşmiş Ştatların burada iştirakını digər vacib edən bizim üçün məqam ondan ibarətdir ki, bilirsiniz, Birləşmiş Ştatlar dünyanın ən böyük siyasi, iqtisadi, hərbi gücüdür. Və belə bir gücün prosesdə iştirakı, sülh prosesinə töhfə verilməsi, bir növ o sülh prosesində necə deyirlər, o qarant kimi çıxış etməsi bizim üçün olduqca vacib. Yəni sabah, yəni nəzəri olaraq düşünək ki, Ermənistan hansısa məsələn əldə olunmuş razılaşmalardan boyun qaçırmağa çalışsa, etməyə çalışsa, artıq qarşısında yalnız Azərbaycan deyil, həm də Birləşmiş Ştatları görəcək. Çünki sülh prosesinin əsas qarantı hazırki cari mərhələdə, cari prosesdə məhz Birləşmiş Ştatlardır. O baxımdan biz Donald Trump administrasiyasının mövqeyini, siyasətini və sülhə yönələn addımlarını təbii ki, Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti olaraq müsbət dəyərləndirir. Mətin müəllim, bir neçə gün bundan əvvəl xarici kütləvi informasiya vasitələrində belə bir xəbər çıxmışdı ki, artıq Ermənistan öz konstitusiya mətninin dəyişilməsinə başlayıb, mətnə baxış keçirir. Ümumiyyətlə, bu istiqamətdə hər hansısa bir vaxt varmı? Yəni, onlar hansısa bir müddətdə artıq bunu dəyişdirib qəbul etməlidirlər, yəni necə? Bizim əsas tələbimiz, məlum olduğu kimi, ondan ibarətdir ki, Ermənistan hakimiyyəti Ermənistan konstitusiyasını dəyişdirməlidir. Bəli. Yəni əsas səbəb də, yəni dəfələrlə deyilib, yəni həmin konstitusiyanın preambula hissəsində Azərbaycan qarşı ərazi iddialarının ehtiyat olunmasıdır. Ermənistan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, onlar bildirirlər ki, konstitusiyanı dəyişəcəklər. Aha. Ancaq bunu elə formada təqdim edirlər ki, xüsusən də Ermənistan cəmiyyətinə ki, onlar bizim tələbimizlə deyil, onsuz yeni konstitusiyanın qəbul olunmasına ehtiyac var. Orada da hardasa Paşinyan hökumətini biz başa düşürük. Yəni qarşıdan da seçkilər gəlir, daxildən də xüsusilə də revanşist qüvvələr tərəfindən ciddi təzyiqlərlə üz-üzədir. Ancaq bizim üçün əsas nəticədir. Yəni bizim gözləntimiz Ermənistan hakimiyyətindən ondan ibarətdir ki, Ermənistan hakimiyyəti sülh prosesində hazırda əsas mane olan, yəni sülh müqaviləsinin imzalanmasına əsas mane olan amillər aradan qaldırsın. Sülh müqaviləsi paraflanıb, yəni paraflama nə deməkdir? O deməkdir ki, artıq tərəflər sülh müqaviləsini təsdiq ediblər və yalnız imzalanma qalıb. Və imzalanma istiqamətində də, yəni bizim rəsmi mövqeyimiz ondan ibarətdir ki, əsas maneə Ermənistan konstitusiyası ilə bağlıdır və belə görünür ki, hər halda proseslərin təhlili onu deməyə əsas verir ki, çox güman ki, Paşinyan hakimiyyəti yeni konstitusiyanı seçkilərdən sonra dəyişdirəcək. Seçkilər bu ilin iyununda keçiriləcək və seçki ərəfəsində düşünürəm ki, hər halda Paşinyan hakimiyyəti, Paşinyan riskli hesab edə bilər, yəni konstitusiyanın dəyişdirilməsini. Çünki bu mövzuda, bu məsələdə daxildəki siyasi müxalifət, revanşist qüvvələr Paşinyana hücumlar təşkil edir, siyasi ideoloji hücumlar təşkil edir. Və belə bir həssas dönəmdə mən düşünmürəm ki, Paşinyan hansısa bir, necə deyirlər, qətiyyətli addım atsın və Ermənistan konstitusiyasını dəyişdirsin. Əlbəttə ki, Ermənistan hakimiyyətinin məsuliyyətidir. Yəni bugün bölgədə qeyd etdiyimiz kimi Azərbaycan sülhün əldə olunması üçün iki xalq arasında, iki ölkə arasında nə lazımdırsa edir. Bəli. İndi yeganə necə deyirlər, top Ermənistanın qapısındadır. Yəni onlar addım atmalıdır. Və bunu nə zaman atacağını da təbii ki, Ermənistan hakimiyyəti özü müəyyənləşdirir ki, nə zaman atacaq. Ancaq daha yaxşı olardı ki, qısa müddətdə bu addım atardılar. Məsələn, Vaşinqton sammitindən sonra, hətta ona qədər bu addım atılardı ki, nəhayət ortada necə deyirlər, maneə qalmaz. Ancaq indi reallıqlar var və biz də bu reallıqları anlayışla qarşılayırıq.
Elə siz dediyiniz kimi, bəli, reallıqlar var və son 5 il ərzində proseslər onu göstərir ki, ancaq sülhə doğru davam eləyirik, sülhə doğru addımlayırıq, amma Ermənistan cəmiyyətində bu proses nəsə narazılıqlara səbəb olur. Yəni bununla barışmaq istəmirlər. Bunun səbəbi Təbii ki, barışmayan qüvvələr var və cəmiyyətin də müəyyən hissəsi görünür ki, Paşinyanın sülh gündəliyinə qarşıdır. Yəni bu aydın görünür. Aha, Biz Şəla xanım, yəni bu sadə proses deyil. bəli. Yəni bu sülh məsələsi iki xalq arasında hesab edirəm kifayət qədər mürəkkəb məsələdir. Və xüsusən də Ermənistan cəmiyyətinə biz nəzər salsaq görərik ki, onlar illər, nəinki illər, 10 illiklər ərzində, bəlkə də 100 ildən artıq dövr ərzində anti-Azərbaycan, türkəfob fikirlərlə, ideyalarla yetişdiriliblər. Yəni bu cəmiyyətdən çox təbliğ olunan fikirlər nədən olur? Nədən ibarət olur? Türklər düşməndir, Azərbaycanlılar düşməndir. Azərbaycan ərazilərinə iddia eləyiblər ki, bizim ərazilər böyük Ermənistan furyası ilə yaşayıblar. Bütün bu yanlış stereotipləri birdən-birə silmək, bunların beyinlərindən çıxarmaq əlbəttə ki, çətin məsələdir. Hətta biz hesab etsək ki, məsələn, sabah sülh müqaviləsi imzalanır. O sülh müqaviləsindən sonra o demək deyil ki, artıq hər iki xalq, hər iki cəmiyyət, necə deyirlər, tamamilə dostlaşacaqlar, Bəli. yeni münasibətlər qurulacaq. Mənə gəlir ki, yəni bunun üçün zaman lazımdır. Biz elə sülh prosesindən danışmışkən istəyirəm bunu davam elətdirək. Azərbaycan lideri ilə Ermənistan baş naziri arasında Əbu Dabidəki sonuncu görüşdə bir neçə istiqamətə toxunuldu və hətta tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd etdilər. Biz hələ paraflanmadan sonra qısa müddətdə artıq müsbət hadisələri görürük. Bəs sülh müqaviləsi imzalanandan sonra bu proses hansı müsbət dinamika üzrə hərəkət eləyəcək? Yəni biz daha nələrin şahidi ola bilərik? Hesab edirəm ki, hər halda sülh müqaviləsi imzalanandan sonra bu müsbət dinamika böyük ölçüdə davam edəcək. Yəni təsəvvür edin ki, sülh müqaviləsi imzalanmayıb. Sülh müqaviləsi paraflanıb və son 6 ay ərzində hər iki ölkə regionda dayanıqlı sülhün əldə olunması, formalaşması üçün real addımlar atılır. Bu real addımlar nədən ibarətdir? Buyurun, Ondan ibarətdir ki, hər iki ölkə baxmayaraq ki, sülh müqaviləsi imzalanmayıb, dövlətlərarası münasibətlərin qurulması ilə bağlı addımlar atılmayıb, müqavilə imzalanmayıb. Ancaq buna baxmayaraq artıq qarşılıqlı olaraq ticari əlaqələr qurulmağa başlayıb. Yəni həm Azərbaycan tərəfindən Ermənistana enerji məhsulları satılıb və eyni zamanda Ermənistana Azərbaycan vasitəsilə yük vaqonları gedib Azərbaycan icazəsi ilə. Bəli. Eyni zamanda yəni həm dövlətlərarası münasibətlərdə müəyyən addımlar atılıb qarşılıqlı olaraq, həm də vətəndaş cəmiyyətləri prosesə qoşulub və vətəndaş cəmiyyətlərinin də qarşılıqlı səfərləri təşkil olunur və s. Yəni digər addımlar da atılıb. Yəni digər vacib məsələ də ondan ibarətdir ki, Şəhla xanım, yəni bölgədə hər hansı bir hərbi siyasi eskalasiya yoxdur. Bəli. Yəni baxmayaraq ki, qeyd etdiyimiz kimi sülh müqaviləsi hələ ki yoxdur və bir sıra məqamlar var ki, hələ də sülh prosesinə mane olur, hələ ki mövcudluğunu qoruyub saxlayır, xüsusən də Ermənistan tərəfdə. Ancaq sərhəddə, xüsusilə də şərti sərhəddə hər hansı hərbi siyasi eskalasiyanı biz müşahidə etmirik. Yəni bu o deməkdir ki, artıq iki ölkə arasında həqiqətən də bu dayanıqlı sülhün formalaşması üçün ciddi zəmin formalaşır. Yəni bu yaxınlarda cənab prezident də o fikri xüsusi qeyd etdi ki, artıq biz sülh şəraitində yaşamağı öyrənirik. Bəli. Azərbaycan liderinin regional və qlobal sülh təşəbbüsləri Trampın təşəbbüsü ilə irəli sürülən sülh şurasının təsisçi üzvlərindən biri olması barədə nə düşünürsüz? Yəni bu gözlənilən addım idi. Yəni Tramp tərəfindən ölkə başçımıza dəvət göndərilməsi, yəni sülh şurasına təmsil olunması ilə bağlı. Yəni Azərbaycan xarici siyasətinin əsas xarici siyasət fəlsəfəsi sülhə əsaslanır. Təhlükəsizliyə əsaslanır. Və xüsusilə də son illərdə biz həm yerləşdiyimiz regionda, yəni Cənubi Qafqazda, həm daha böyük coğrafiyada siz də izləyirsiniz. Sülhün əldə olunması üçün Azərbaycan tam olaraq fəallıq göstərir. Yəni fəal bir diplomatiya, fəal xarici siyasət həyata keçirir. Və bizim bu xarici siyasət və diplomatiya yerləşdiyimiz regionun hüdudlarını aşır.
Və əlbəttə ki, belə bir bizim sülhpərvər xarici siyasətimiz və diplomatiyamız dünya dövlətləri tərəfindən və dünyanın ən böyük dövlət tərəfindən də dəyərləndirilir. Həm bu kontekstə yanaşmalıyıq. Eyni zamanda təbii ki, Trumpın Azərbaycana dəvət göndərməsi, Azərbaycan prezidentinə dəvət göndərməsi, yəni Sülh Şurasının təmsil olunması ilə bağlı, həm də iki tərəfli münasibətlərin inkişafı kontekstində də yanaşmalıyıq. Yəni, bir tərəfdən bu bizim xarici siyasətimizlə bağlıdır ümumi olaraq ki, Azərbaycan bu gün yalnız Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada sülhü formalaşması üçün real addımlar atır. Və eyni zamanda da Azərbaycan-ABŞ münasibətlərində son bir ildə müşahidə olunan o müsbət dinamikanı da burada nəzərə almalı. İndi Sülh Şurası məlum olduğu kimi əsasən Qəzzada sülhün əldə olunması üçün yaradılıb. Təbii ki, digər yəni Qəzzanı da aşan səlahiyyətləri var. Və burada da Azərbaycanın dəvət olunması və Azərbaycanın təmsil olunması bu baxımdan qeyd etdiyimiz kimi tamamilə məntiqə uyğun və gözlənilir. Mətin müəllim, sadəcə bir reklam fasiləsinə ayrılırıq. Dalğa FM-ə yeni qoşulan dinləyiciləri bir daha salamlayırıq. Zəfər yolu verilişindəsiz. Xatırladım ki, verilişimizin bugünkü qonağı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdürü, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Mətin Məmmədlidir. Mətin müəllim, buyurun, davam eləyək. Biz qalmışdıq Sülh Şurasının təsisçi üzvü olmağımızda. Bir qədər əvvəl də qeyd etdiyim kimi Şahla xanım, yəni burada bizim təmsil olunmağımız tamamilə yəni gözlənilən idi. Çünki məhz qeyd etdiyimiz o iki məqamı mən bir daha təkrar etmək istərdim ki, yəni Azərbaycan xarici siyasəti ilə bağlı ki, Azərbaycan xarici siyasəti həm yerləşdiyimiz regionda, həm də dünyada və daha geniş coğrafiyalarda sülhün əldə olunmasına, təhlükəsizliyin əldə olunmasına, bərqərar olunmasına yönəlib, eyni zamanda da Birləşmiş Ştatlar Azərbaycan münasibətlərində müşahidə olunan son bir ildə müsbət dinamika ilə bağlıdır ki, bugün məhz Birləşmiş Ştatlar dünyanın ən böyük dövləti, dövlətinin başçısı Azərbaycan prezidentinə Sülh Şurasına təmsil olunmaqla bağlı dəvət göndərir. Təbii ki, biz dünənki görüşə toxunmasaq olmaz. Məlum olduğu kimi, dünən Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti J.D. Vance ölkəmizə səfər etdi və Prezident İlham Əliyevlə bir sıra görüşlər oldu və təbii ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq xartiyası imzalandı. Bu əslində çox mühüm bir sənəddir. İlk olaraq zəhmət olmasa görüşlərlə bağlı məlumat verərdiniz. Daha sonra təbii ki, həmin bu mühüm strateji tərəfdaşlıq xartiyasının əhəmiyyətindən danışardıq. Ümumiyyətlə J.D. Vance'in ölkəmizə səfərini belə biz dəyərləndirə bilərik ki, yəni sonuncu dəfə Birləşmiş Ştatların vitse-prezidenti Dick Cheney 18 il əvvəl Azərbaycana səfərdə olub. Yəni bu 18 ildən sonra reallaşdırılan bir səfərdir. Və təbii ki, yəni siz də bilirsiniz ki, Birləşmiş Ştatlarda vitse-prezident ölkənin ikinci rəsmi şəxsi sayılır və belə bir yüksək səviyyəli rəsmi qonağın Azərbaycana gəlməsi, daha sonra Ermənistanda olması bundan xəbər verir ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz regionuna nə dərəcədə əhəmiyyət verir. Və təbii ki, Vance'in ölkəmizə səfəri müddətində cənab prezidentlə olduqca vacib görüşü oldu və təbii ki, bu görüşdə həm iki tərəfli münasibətlərin ayrı-ayrı mövzuları, eyni zamanda yəqin ki, dünyada və regionumuzda baş verən proseslər müzakirə olundu və hesab edirəm ki, bu səfərin ən vacib məqamı təbii ki, sizin də qeyd etdiyiniz kimi strateji tərəfdaşlıq xartiyasının iki ölkə arasında imzalanmasıdır. Ümumiyyətlə, Şahla xanım, strateji tərəfdaşlıq xartiyası nə vaxt imzalanır dövlətlər arasında? Yəni o zaman imzalanır ki, artıq hər iki dövlət münasibətlərin daha üst səviyyəyə, daha yüksək səviyyəyə və uzun müddətli səviyyəyə keçməsində razılaşırlar ki, münasibətlər daha yuxarı səviyyə, daha yüksək səviyyə keçsin və eyni zamanda bu strateji tərəfdaşlıq xartiyasında münasibətlərin perspektivdə hansı istiqamətdə inkişaf edəcək, münasibətlərin necə deyirlər, vacib istiqamətləri, prioritetləri, prinsipləri müəyyənləşir. Bu baxımdan biz Birləşmiş Ştatlarla Azərbaycan arasında dünən imzalanmış strateji tərəfdaşlıq xartiyasına nəzər salarkən gördük ki, burada Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin ən vacib istiqamətləri qeyd olunub, əks olunub. Onu da mən qeyd etmək istərdim ki, ötən ilin avqustun 8-də Vaşinqton sammitində artıq strateji tərəfdaşlıq xartiyasının hazırlanması ilə bağlı
işçi qrup yaradılmışdı hər iki tərəfdən. Hı -hı. Və bu işçi qruplar son aylarda onlayn formatda toplantılar keçirmişdilər və bu toplantılardan sonra mediaya belə bir açıqlamalar verilirdi ki, artıq sənəd demək olar ki, yekunlaşıb. Yəni hər iki tərəf arasında razılaşdırılıb. Ona görə açığı, yəni Vensin səfəri müddətində o strateji tərəfdaşlıq xartiyasının imzalanması gözlənilən idi. Aha. Və bu baxımdan yəni təəccüblü olmadı. Hı -hı. Və sənəd haqqında, yəni sənəd baxarkən biz orada bir neçə nələri punktlar var idi. qeyd etmək istərdim. Yəni vacib istiqamətlər nədən ibarət idi? Müdafiə, təhlükəsizlik sahəsində, eyni zamanda enerji, ticarət, iqtisadi əməkdaşlıq və s. Yəni bu sadaladığım istiqamətlər son 10 illiklərdə Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin ənənəvi istiqamətləridir. Yəni bilirsiniz ki, Azərbaycanla Birləşmiş Ştatlar arasında 90-cı illərin ortalarından bəlli bir çərçivədə münasibətlər formalaşır. Və münasibətlərin də fundamentində dayanan əsas amillər təhlükəsizlik, müdafiə olsun, iqtisadi, ticari, enerji xüsusi qeyd etmək istərdim. Yəni bunlar ənənəvi istiqamətlərdir. Və eyni zamanda biz strateji tərəfdaşlıq xaritəsini nəzər salarkən onu da qeyd etmək istərdim ki, artıq yeni istiqamətlər də əlavə olunub. Bu yeni istiqamətlər nədən ibarətdir? İlk növbədə regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur. Yəni bunlar iki ölkə arasında münasibətlərdə yeni istiqamətlər sayılıb və daha bir vacib məqam ondan ibarətdir ki, strateji tərəfdaşlıq xaritəsi əslində iki ölkə arasında, iki ölkənin münasibətləri inkişaf etdirməklə bağlı niyyətini ifadə edir. Ümumi olaraq niyyət ifadə edir ki, bu istiqamətlərdə münasibətlər inkişaf etdiriləcək. Amma detallı olaraq qeyd olunub ki, qarşıdakı 3 ayda konkret istiqamətlər üzrə layihələr hazırlanacaq. Mən bir qədər əvvəl sadaladım. Bəli. Yəni o istiqamətlər üzrə yol xəritələri, dediyim kimi yol xəritələri hazırlanacaq, işçi qrupları yaradılacaq. Yəni bütün bunlar ondan xəbər verir ki, yəni Azərbaycanla Birləşmiş Ştatlar strateji tərəfdaşlıq xaritəsini imzalamaqla əslində bir qədər əvvəl də qeyd etdiyim kimi artıq münasibətlərin yeni mərhələsinə daxil oldular. Münasibətləri daha da dərinləşdirmək necə deyirlər, strategiyasını həyata keçirirlər və bilirsiniz, beynəlxalq münasibətlərdə var tərəfdaş dövlətlər, var strateji tərəfdaş dövlətlər. Yəni strateji tərəfdaş siyasi baxımdan, hüquqi baxımdan, diplomatik baxımdan necə deyirlər, daha məzmunludur, daha dərin tərəfdaşlığı özündə ehtiva edir. Və düşünürəm ki, hər halda Vensin səfər müddətində əldə olunan razılaşmalar, xüsusilə də strateji tərəfdaşlıq xaritəsinin imzalanması Birləşmiş Ştatlar Azərbaycan münasibətlərinə yeni müsbət dinamika gətirəcək. Bu müsbət dinamika yəqin ki 8 avqust tarixində başladı. Ötən ilin 8 avqust tarixində sülhün paraflanması ilə, düzdürmü, Trampın da şahidliyi ilə. Yəni həmin tarixdə biz sadəcə olaraq Ermənistanla münasibətlərdə bir addım atmış olmadıq, həm də ABŞ ilə münasibətlərimizi daha da yaxınlaşdırdıq. Biz istəyərdik zəhmət olmasa, təbii ki bu tərəfdaşlıq xaritəsindən biz danışdıq. Sadə dillə zəhmət olmasa deyərdiniz, bu tərəfdaşlıq xaritəsinin bizə, belə deyim də, müsbət təsirləri nədən ibarət olacaq? Təbii ki, müsbət təsirləri az deyil. Yəni əsas müsbət təsir ondan ibarətdir ki, Azərbaycan dünyanın ən böyük gücü ilə, siyasi gücü ilə, iqtisadi hərbi gücü ilə, qüdrətli dövləti ilə strateji tərəfdaş olub. Bəli. Bilirsiniz, Azərbaycan xarici siyasəti 30 ildən artıq dövr ərzində, yəni o London hakimiyyətə gəldi, yenidən hakimiyyətə qayıtdıqdan sonra, yəni 93-cü ildən sonra balanslaşdırılmış çox vektorlu xarici siyasət yürüdür. Yəni bu o deməkdir ki, Azərbaycan dünyanın bir çox güc mərkəzləri ilə siyasət qurur, münasibətlərini inkişaf elətdirir. Bir qütblü siyasətdən uzaq, qeyd etdiyim kimi çox qütblü, çox vektorlu bir siyasətdir. Və Birləşmiş Ştatlar da dünya siyasətinin ən vacib, belə də mümkündürsə hazırda vektorudur. Azərbaycan maraqlıdır ki, belə bir güclə münasibətlərini dərinləşdirsin. Belə bir güc Cənubi Qafqazda müəyyən mənada öz mövqeyini möhkəmləndirsin. Azərbaycan regionun, yəni yerləşdiyi Cənubi Qafqaz regionun hansısa bir dövlətin, xüsusilə də regionda imperialist maraqları olan bir dövlətin nüfuz dairəsinə tam olaraq təsir dairəsinə düşməsində maraqlı deyil. Azərbaycan maraqlıdır ki, müəyyən mənada regionda bir
pluralist geosiyasi reallıqlar formalaşsın. Aha. Yəni və bir məqam da burada Şərlə xanım əlavə etmək Buyurun. istəyirəm. Təbii ki, mən dedim pluralist geosiyasi reallıqlar, amma bu o demək deyil ki, biz regionun ayrı-ayrı güc mərkəzləri arasında bir poligona çevrilməsində xeyr. Azərbaycan onun da əleyhinədir. Hesab edirik ki, Cənubi Qafqaz ayrı-ayrı güc mərkəzləri arasında poligona deyil, bir əməkdaşlıq platformasına çevrilə bilər. Yəni bunun imkanlar da var, potensial da var, fürsətlər də var və bizim də siyasətimiz ona yönəlib ki, ilk növbədə Cənubi Qafqazı belə bir məkana çevirək, belə bir platformaya çevirək. Aha. Elə biz Amerika Birləşmiş Ştatları ilə münasibətlərdən danışmışkən son olaraq xatırladaq ki, 9 fevral tarixində Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul elədi və həmin o nümayəndə heyətinin tərkibində dünyada, belə deyək də, məşhur şirkətlərin rəhbərləri də var idi. Biz bu istiqamətdə də əlaqələrimizi gücləndiririk. İstərdik bir balaca da bundan danışasınız, əgər mümkündürsə. Təbii ki, Azərbaycanla Birləşmiş Ştatlar arasında qeyd etdiyimiz kimi bir çox sahələrdə əməkdaşlıq münasibətləri olub. Amma onu da etiraf etməliyik ki, iqtisadi, ticari müstəvidə mən düşünmürəm ki, mövcud olan göstəricilər potensiala uyğundur. Xeyr, potensiala uyğun deyil və düşünürəm ki, hər halda bu müstəvidə də, yəni bu sahədə də, iqtisadi, ticari sahədə də biz əlaqələrimizi dərinləşdirə bilərik. Yəni Birləşmiş Ştatlar dünyanın ən zəngin ölkələrindən biridir. Yəni bizim üçün maraqlılardır ki, Birləşmiş Ştatlar və Birləşmiş Ştatlara aid böyük şirkətlər, transmilli korporasiyalar Azərbaycan iqtisadiyyatına daha çox yatırım qoysunlar, daha çox investisiyalarla iştirak etsinlər, xüsusilə də süni intellekt, yeni iqtisadiyyatı yeni sahələrə qeyd etdiyimiz kimi maraq göstərsinlər və burada iştirak eləsinlər, yatırım qoysunlar. Bizim əsas maraqlarımızdan biri budur. Bəli. Həm də təbii ki, Qarabağ və Şərqi Zəngəzurada investisiyalar cəlb olunması. Yəni mən ümumi olaraq dedim. Əlbəttə ki, onun içərisində həm də Qarabağ, Şərqi Zəngəzurun bərpası məsələsi də var. Hər halda ümid edirəm ki, Vensin səfərindən sonra bu sahədə də, bu istiqamətdə də müəyyən addımlar atılacaq. Bəli, investorlar cəlb olunar. Bətin müəllim, təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün, suallarımızı ətraflı cavablandırdığınız üçün. Bizə ayrılan vaxt burada tamamlandı. Qeyd edeyim ki, verilişimizin qonağı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Mətin Məmmədli idi. Gələn həftə eyni gündə, eyni saatda və eyni dalğada yenidən eşidilmək diləyi ilə sağ olun, salamat qalın. Çox sağ olun, təşəkkür edirəm bir daha. Biz təşəkkür edirik. Sağ olun.